Salam mənim əzizlərim. 15-21 dekabr həftəsi əkizlər üçün aktiv, sosial keçəcək. İşte ideyalarını, fikirlərini paylaşmaq, əməkdaşlıq etmək faydalı olacaq. Sevgi həyatında səmimiyyət münasibətləri daha da yaxşılaşdıracaq. Sağlamlıq üçün də hərəkət və düzgün qidalanma önəmlidir. Gəlin baxaq, həftəlik kartlar bizə nə deyir? Pul, mal, mülk, əşyalar kimi fiziki zənginlik gözləyir. Niyyət doğru başa düşülməyə bilər, səhv anlaşılma verə bilər bu həftə. Yəni düzgün anlaşılmamaq, səhv başa düşülmək kimi problemlər yaşaya bilərsiniz. Yaşca böyük birindən müəyyən, belə deyək, faydalı, öyrədici məsləhətlər ala bilərsiniz. Sağlamlıq məsələlərinə diqqət yetirmək, düzgün qidalanmaq, istirahət etmək, stresi azaltmaq vacibdir. Yaxın gələcəkdə xəyallarınızı və arzularınızı reallaşdırmaq üçün şans yaranacaq. Problemlərinizin həlli asanlaşacaq, yəni əngəlləri aşacaqsınız. Ehtiyatlı olmalısınız, maddi itki gözləyir. Belə, gəlin indi ümumiləşdirək. Gələcəkdə maddi baxımdan zənginlik, rahatlıq sizi gözləyir. Lakin eyni zamanda ehtiyatlı olmalı, maliyyə məsələlərində diqqətli davranmalısınız. Çünki itki riski mövcuddur. Qarşınıza çıxan situasiyalarda səhv anlaşılmalar, yanlış şərhlər ola bilər. Buna görə söz və hərəkətlərinizi diqqətli seçməlisiniz. Sağlamlığınıza diqqət yetirməlisiniz, düzgün qidalanmaq, stresi azaltmaq önəmlidir. Həmçinin yaxın gələcəkdə qısa səyahət, hərəkət imkanı da olacaq. Xəyallarınız, arzularınız uğurla reallaşacaq. Ola bilsin ki, arzularınızı reallaşdırmaqda sizcə yaşca böyük bir qadının təsiri də sizə faydalı olacaq. Bu qədər ümumiləşdirdikdə.